Salam əziz izləyicilər. Biz bugün sizinlə müəllimlərin işə qəbulu və sertifikasiya imtahanlarına hazırlaşanlar üçün nəşr edilmiş Elm nəşriyyatından bir test nümunəsi ilə tanış olaq. Qeyd edim ki, bu test nümunəsi sintaksis bölməsindən söz birləşmələrinə aid olan bir nümunədir. İlk çürük və birinci sınaq birləşmələrini müqayisə edərək ortaq və fərqli cəhətləri tapın. Ortaq cəhətlərə diqqət eləyəndə tərkibində say vardır. Xeyr, burada say yoxdur. Yəni ilk sözü nəzərdə tutulub ki, saydır, amma bu say deyil, amma birinci sınaq sözündəki söz sıra sayıdır. Tərkibindəki sözlərdən birində ıq şəkilçisi vardır. Biz bilirik ki, ıq şəkilçisi fe'ldən sifət düzəldən şəkilçidir, amma burada ıq şəkilçisi yox, k və sınaq sözündə də q şəkilçiləri vardır. Deməli, burada ortaq cəhətlər götürülə bilməz. Fərqli cəhətlərə müraciət eləyək. Əsas tərəfi feillərdən düzələn sifətdir. Fərqli cəhətlərdə sınaq sözü feildən düzələn isimdir. Çürük sözü isə feildən düzələn sifətdir. Bəli, üçüncü bənd uyğundur. Asılı tərəfi sifətdir. Asılı tərəf bilirik birinci tərəfdir. Yəni burada birinci sözü elə saydır. Digərində isə ilk sözü sifətdir. Ona görə də bu birləşmələrin asılı tərəfləri yenə də sifət olmayaraq fərqli cəhətlər yaratmışdır. Doğru cavab C bəndi. Diqqətinizə görə təşəkkür edirəm.